Hamıya salamlar dostlar, mən Nizat. Bugün sizlərlə birlikdə Age of Story 2 1354 Osmanlı serimizin 4-cü bölümü ilə sizlərin qarşınızdayım. Kanalımıza abunə olmağı, videoda bəyənməyi və kommentlərdə də şərh bildirməyi unutmayasınız. İndi dostlar, gördüyünüz kimi axırıncı bölümdə əslində biz buranı işğal eləmişdik. Bəli, yəni buranı işğal eləmişdik. Bu dəqiqə burada Sırbistan, indi onlarla barış anlaşmamızı eləyəcəyik. Əslində eləmişdim, təkcə save almaq yadımdan çıxdığı üçün bu hissələr olmuyor. Bu hissələri təzədən alacağıq. Arnavutluğu, sonra Hırvatistanı, Hırvatistan nədir? Sırbistanı, Trabzonu, Akkoyunluğunu, Meshetini, Gürcistan krallığını və Jalayirlərlə Suriyelərə girişməyə çalışacağıq. Eyni anda mı girişəcəyik bilmirəm. Görək nə olacaq. Çox budu eləmədən videomuza başlayaq. Birinci araşdırmalara basaq. Oo, shit, sen kimsən? Bir şey diyeyim, bunlar kimdi belə? Sırbistan'da bize ne dövüş açtı? Ben Sırbistan hakkında dövüşteydim benim. Yo. Allah Allah, Allah Allah. Neyse, yok. 4000 yordu buraya, 200'lüyü buraya. Biz 2000'li ordularla belə geçsək, bu işin axırı çıxmaz. Mən sizə deyim. 1500'lü orduyla bura, sizdəki qabağa gəlin. Səndəki al bu qalanı. Çətin qaladı, amma ev yox. Aha, aldıq, yenə aldıq. Valla bizim üstümüzdə çox da belə şansımız yoxdur. Ağlınız var, yəni təslim olun, gedin. Valla ağlınız var, təslim ol. Buraya da bir yarısını ordunun göndərək. Bu arada bu şeylər var, məsələn bunu basıb T'ye basıp məsələn buraya, sonra nə bilim buraya, necə edirlər onu? Nəysə ya, bilmədim. Öyrəşmişəm belə insanlarla oynamaq, yəni qısa yol tuşları mənə biraz qəribə gəlir. Ha, oranı alanmadik, buranı da alanmadik. Aha, təslimiyyət oldular. Boğdan prensinin diplomatik ilişkilərimiz askıya alındı. Aa, bu nə də? Babbalaca şey qalıb burada. Bunları da alarıq. Sırbistanın, aha. Aa, Sırbistan demişəm. Mən axırıncı fonsa Sırbistanı işğal eləmirdim. Bu nə də çəkitsiz efirdə. Ha qardaş, yarım yamaq iş görməginə də sənə demişəm. Bunlar nə? Ya bunları götür. Bunu da götür. Aa, gel. Onsa biz bunları ikinci dəfə işğala gələrəcəyik. Yəni götür. Nə qədər qaldı? 21 puandan da. Elə eləyək ki, bunlar şeyə girişi olmasın. Kinə də nə ala bilirik? Torpaq falan. Heç nə ala bilmirik. Bu qədər. Barış anlaşmamız elədik. Torpaqların yarısını ala bilməsəm belə bir hissəsini aldım. Aha. Gələk buradan assimilizasiyalarımızı eləyək. Assimilizasiyalarımızı elə. Bu arada siz də buraya ikimiz hissə kanala abunə olub yorum da yazmağı unutmayasınız. Həb də videoyu bəyənin. Əmir vermiş kimi oldum biraz, amma dəstəkləsəz sevinərəm. Aha, ordularımızı birləşdirək. Gəl sən də buraya gəl. Aha, səninlə nə artıra bilərəm? Yönetim çox pul verir. Gəlin biraz cüzi miqdarda işğal eləməyək. Biraz yatırımlar eləyək. Məncə. Axırıncı yadımda buraları falan almışım da save eləmə heç yadımdan. Heç nədir? Save eləmə yadımdan çıxıb. 1 milyon olsun. Aha, 1 milyon oldu. Buradan gələk araşdırmamıza basaq. Bir təxmini bir 3 milyon falan belə qızıl basmaq istəyirəm texnolojiyə ki, texnolojimiz artsın. Aha, bunu bastıq. 1 milyon da olsun. 1 milyon da gene oldu. Bununla gene basaq. Olası bir memlük döyüşü bizim için biraz pis ola bilər, amma neyse də. Aha, 1 milyon da basaq dostlar. Çox yox. 1 milyon da bir dəqiqə. Aa, biz yatırımlara bastıq. Eyb yox. Biz yatırımlara bastıq. Ayda. Eyb yox. Yatırımlara da basmamız yaxşı oldu da. Biz teknolojiyə basacaqdıq. Neyse, deyən araşdırmaya basaq dəqiqliyinlə də. Hə, pisi. Aha dostlar, buraları çox da göstərmədim, amma 3 milyona yaxın qızılı texnolojiyamıza yatırdıq. Bunları sən neynirik? 10 dənəsini elə üretimə bas. Üretim nədir? Yönetimə bas. Aha, gəlirimiz çox azdır. Bunları da biraz basmağına. O gəlir baxımından ən çox bu balaca şey qazandırır. Aha, biz burada neçənci sıradayıq? Maşallah. İlk ələ deyəsən ilk 50-də yoxuq. Aha, yox ha. Dəqiqə. Oo, bizə buralar nə? İrəvan belə bizlərdən çoxdur. Oy da. Biz neçənci? Biz heç ilk 100-də belə yoxuq. Amma texnoloji baxımından birinci yerdəyik. Örnek oldu. Teknoloji baxımından 1.16 birinci yerdəyik. Nüfus baxımından da atom bombası falan da qurublar bunlar. Neyse, ekonomiden biraz yatırıma basaq. 1.2 milyonluq qızıldıq bir yatırım basaq. Basmağına. Gəlişmə baxımından gəlişmə baxımından çox da iləridə deyilik ha. Da baxın, bizdə ən böyük problem nədir? İstiham edilir, bilir nüfus. Onları hamısını neynəməliyik? Artırmalıyıq.
İslam edilebilir nüfusumuzu da artıraq. Bir də çox da şey eləməmişəm. Buradan gələk vergiləri biraz qısaq. Qısmamıza da səbəb odur ki, mutluluğumuz artsın. İndi biraz şey deyil, amma çox da belə mutluluğumuz təbii ki də ki yoxdur. Festivali huzursuzluq bizdə varmı? Karamanoğullar Beyliyində huzursuzluq hələ ki yoxdur. Aha, deməli ölkəmizdəki din 13.4 milyon katolik var, Hristiyan, 8.8 milyonluq Sünnilik var, yəni müsəlmanlar, 3.5 Hinduizm, Ortodoksluq, Varjana, Totemizm, Konfüsiyizm, Fetişizm, Şiilik, nə bilim, maşallah, Allah Allah gedir. Hər il dindən var ölkəmizdə. Aha dostlar, ekonomik artırımlarımızı elədik və ciddi bir şəkildə böyüdük. Hətta saniyəsində deyək, adını siz deyin. Yəni vergi belə almasaq olar da, yəni o dərəcə. Vergi belə almasaq olar. Bu pulla da bir dənə araşdırma yapasaq, sonrasında birincisi buraya girək. Buranı almışdıq da. Nəysə də yenidən məcbur almağa. Sən də ki yavaşdan gəl 13 min yordu bura. Aha. 4 var. 4'ün də yönetimə bas. Aha. Elə gəl birinci gəlmişkən. Sən ya 4000'yi bura, 4000'yi bura. 1000 bura, 1000 bura, 1000 bura. Qalanınız da gəlin bura. Elə siz gəlmişkən gəlin buralığa. Aha 4200'ün də 1000'i bura, 1000'i bura. Yəni sizi tək səfər belə xam eləyim. Gedin, siz də gedin. Özü mənə də dəstək. Macaristan krallığı falan da filan da. Macaristan kimi? Shit. Sözümü geri alıram qardaş canlar. Bilirsiniz də siz baş tacısınız. Baş kənddə 15 minlik ordu nədir? Yox. Allah haqqı yox. Neynəməyə çalışırsınız, başa düşmədim. Baş kənd belədirsə biz onda biraz ciddi şəkildə ordu ilə girməliyik. Minliklərlə milliliklər olacaq bir şey. Necə bir strateji belirləyək biləmədim. Necə bir strateji eləyək biləmədim. Ona görə də çiftlik inşa edək bura, kasaba bazarı, universitet falan da filan da. Başkənd mutsuzsuzdur, bunlar da elə. Ay. İstiham edilə bilir nüfus hardadır? Daha çox ordu var. Orada daha çox harda basa bilərəm məsələn. Məsələn burada yetişdirək 2000'lik ordularımızı buradan yerləşdir. Yetişdir. Qısa yolun birini öyrəndim. Bura elədim amma necə elədim? Nəysə bir təhər elədim də valla başımda çıxmadı çox da. Nəysə 9000'lik ordu əsas odur gəlmişsiniz buraya da. Bizim yanımızda siz kimsiniz? Mədəniyyət bilgisi görünümünü aç. Timurlar Allah rəhmət eləsin. Timur deyə bir şey qalmayıb. Biz də heç burada ordu basım işləmlərimizi eləyək. Ya böyük bir ordu ilə girişimizi eləyək. Bu nə ordular? Çox böyük ordular. 17.000, 12.000, 8.000, 9.000. Vax. 14.000-də bu iki sınıra qoyublar. Biliblər ki, adını sən də. Mən bunları nəsə eləyəcəm. Neyniyək? Bunu eləyək. Heç indiyə kimi eləmədiyimiz bir şey eləyək dostlar. Neyniyək? Atom bombası inşa edək, bəli. Nükleer silah üçün minimum yıl 1930-cu il olmalıdır. Yəni bundan 300 il sonra. Siz birləşin. Sən də gəl askeriyə bas. 18.000 var. Sınırlardan da biraz basaq. 18.000 var. Buradan da bir şey. Aha. Mən dostlar bir böyük bir ordu qurum. Sonra sizlərin qarşınızda olaram. Aha dostlar, çalışdığımız yerlərini baxın. 21.000 burada, 3.000 burada, 5.000 burada, 10.000, 16.000, 14.000, 10.000. Sonra buraya da bir dənə 10.000'lik təkviyə göndərdim. Belə çox da danışmayaq, burada eləməyək, araşdırmamıza basaq və keçən bölüm işğal etdiyimiz dövləti yenidən işğal edirik. Buradan ordularımı göndərdim. Buradan da başkəntə çox güclü bir şəkildə tutdu. Ona görə başkəntə güclü bir şəkildə girmək lazımdır. 16.000 buradan, 14.000 buradan, 10.000 də buradan. Aha, aldıq. Başkəntə aldıq. Bunların hani orduları? Hani bunların orduları? Buradan da biraz ordu basma eləyək. Çünki adını sizin buradan da gələ bilərlər, yəni gəmi ilə çıxartma falan eləyə bilərlər. Amma niyə gəlmədilər? Mən o maraqlıdır. Nəysə valla biz yenə də təmkinli davran. Eyb yox. Məsələn buradan buraya ordularımızı göndərək. 16.000 demək buraya, 17.000 bura, 15.000 bura, 10.000'i 10.000'in 5'ini göndər bura amma və lakin çox da biraz şey eləməyək. Çünki bunları mən orduların gördüm brat. Vallahi gördüm. Siz də gördünüz də 20'ye nə qədər ordu var idi. Mən demək ki mən bu orduların hamısını boş-boşuna bastım. Deyəsən elə bir şey oldu. Orduların hamısını deyəsən boş-boşuna bastım mən. Nəysə buradan da gələk bu adalara işğal eləyək. Mən buradan gəlirəm 14.000 bura. Sən də ki bura gəl.
Təslim də olmurlar ha. Vallahi. Gəl gözləyirlər son ana kimi torpaqlar işğal olunsun da. Başqa? Brat anlaşma imzalamırlar. Bundan hardasa da torpağı var. Mən sənə deyirəm. Anlaşma falan imzalamırlar. Deyirəm işğal elədiniz siz, torpağınız yoxdur tay. Var yoxsa baxın. Yo, vallahi yoxdur. Bəlkə bir yerdən çıxartma eləyiblər bunlar. Yo. Burası Kıbrıs. Yox abi, yo. Bu nədir? What? Bunlar birinciliklə Cənubi Amerikaya gediblər. Sözüm onda deyil. Sözüm ondadır ki, bizim burada ordumuzun torpağımızın nə işi var? Niyə Cənubi Amerikaya gedə? Ağala, məzlənərsənsə, mən Cənubi Amerikada nə itimazım? Evet, sən haradadılar bunlar? Gəl məcbur döyüşə, barışaq bunlarla. Dicdilər, nədirlər, dəlidilər. Barış müzakirələri. Bax, qadam alım. Hani buradakı torpağım? Buradakı torpağımı olsun sizin, ya buradakini istəmirəm. Verdim oranı sizə, pay. Mənə buradakı torpaqlarınızı verin. Canovuzu yediklərim. Mənə buradakı torpaqları ver. Sən sağ, mən salamat. Mənə oradakı torpaqların qram da lazım deyil yəni. Barış anlaşmamızı elədik və qəbul eləmədilər. Qardaş, öz giriş, öz şeysə, mənlik bir şey yox. Bunlar da onsa döyüşdədilər. Göndər bura 17 min ordunu. Delhi sultanlığı canovuzu yediklərim. Bax. Valla şeyləməyək. Ağlınız var. Barış müzakirələri qəbul olmadı. Nane yedik deyəsən, yemədik əslində də. Məndə iki tərəfdən necə döyüşüm? Bir Cənubi Amerikada, bir də ki Cənubi Asiyada. Estağfurullah. Nəysə buradan gələk, saldırıya bas. Allah bizə ağıl fikir versin. Nə deyim valla. Eflak, Kırımhan. Mənlə neçə ölkə döyüşdədir? Qardaş, mən kimlərlə döyüşdəyim? Kırımla. Allahıma yarab, Allahıma yarab. Neyse bunları burada kesək. Ama ağlımda bildim neyəcəm. 20 min ordunu Kırım hanlığı buradadır mı, eləmi? Onsa biz Kırıma çıxartma eləyəcəkdik. 24 minliyi buraya, 10 min də buraya çıxartma elə. Sonra 20 minliyi göndər bu hissələrə. Qalanını da ki sizləri də ki bir birləşdirsəydim sizlərdə. Dehli indi necə bir güclü olduğunu bilmirəm deyə. Ehtimalı da və ordularımızı yığaq. Hətta sən gəl bura. Aha. 8 min var burada. Vax sey. Eflak icazə verdiyi üçün bax Eflakın bu cındırlığını yaddan çıxartmırıq da yəqin. Elə deyil uşaqlar. Bu işimiz belə başımız belə rahat olsun. Eflaka da girəcək deyən. Az qal. 4 minliyə ordu gəl bura. Siz də ki qalın burada, ehtimalı da baxma. Yarvayır. Bax Delhi sultanlığı. Bax, ağlım var Barış. Valla məni Asiyaları gətizdirmə. Aldıq, alamadıq. Bax, Bremen, elama. 3-1 ilə döyüşdəyim. Mən bunları niyə hesab eləyəmədim ha? Bu nə də? Yaxşı, bizim bu Amerikadakı ordumuzu neyinir? Amerikaya 11 göndərmişdik. Hələ gəlib çatmayıb ha? Bunlarla da barışmırlar ki bunlar da. Bax, barışın, gedək. Barışmadılar. Özləri bilər. Məndən itirəcək bir şey yoxdur. Kırımı da, Delhini də, lazım gəlsə işğal eləməsini də bilərik. Birinciliklə buradakı min ordunu yoxlama açısından göndərək Dehliyə. Yoxlama. Bunları alamadıq. Buralar ordu bas. Burada 20 minlik ordu gəlməlidir onsuz bura. Sonra siz buraya gəlin. Aha. Nəysə siz burada qalın, 6 mindən gəlirlər. Brat. Mən maraqlı ki, bunu sənin adını dedə mənə də, qurban sənə. Sənin Amerika qitəsində, özü Cənubi Amerika qitəsində nə itin azıb da. Mən bunlarla bir şey eləyim. Gözlə, ordularımız gəlir. Balam baldadır. Allah. Qızışdım nəsə. Yağmaladı. Kırım mənim torpaqlarımı yağmaladı. Eləmi? Mən burada daş üstünə daş qoymasam var ha. Eflak, vapşım mənə bax. Sən də gələ bilət, suka. Gəl sən də. Sən ki mənim torpaqlarımı başqa bir ölkəyə erişim üçün icazə verdin. Sən bu cındırlığın mənim yadımdan çıxmayacaq. Aha, 17 min ordunu da ki bu cındıra göndər. Bu pidaraza. Gözləyin. Hələ bura arasıdır. Gözlə. Biz bu döyüşdən qaça bilmərik. Gəlin görüm, sıçdım ağzınıza da, elə bil ki böyle bir lom sıçdım da. Gəlin. Gəl. Bunlar da 10 minliklərlə gəldi. Bura getdi. Allahım, mənə sələ ordularım gəlib çatmadı. Sən məmcan. Ordularım hələ gəlib buna çatmayıb mənim. Mənim ordularım sənə hardan gəlir?
ordularım buna hardan gəlir ha? Nəysə, xüsey deyən görüm, uduzuram, bir dəqiqə bilet. Mən hara, dizat hara, uduzmaq hara, elə deyil. Mən hara, uduzmaq hara. Sən buradan gəl. Bax, Sırbistancım, aramız sənlə yaxşıdır da, eləmi? Gəl sənlə ittifaq təklif eləsəm, görüşmərsən. Mənə ittifaq lazımdır. Yaxşı, Arnavutluqcum, bax, onsa səni işğal eləyəcəm. Sənə ittifaq göndərsəm, ilişkilərimizi gəlişdirsəm. Sonra sənə ittifaq göndərsəm, olumsuz. Napoli krallığı olumsuz. Kimdən eləsəm? Trabzondan eləsəm, Trabzon aram pisdir. Ağ qoyunlarla da aram pisdir. Ermənilərlə eləmərəm də. Sizdən də eləmək olmur, ha? Bundan istəyirəm yanımdan bir dənə ölkə olsun, olmur. İttifaq hələ ki qura bilmirəm. Amma eyb yox. Bundan üstündən gələrik. Dehli var ha. Dehliyə ordu göndərməyim səbəbi odur ki, buna hardasa bir yerdə mənə çıxartma eləyəcəklər. Sən də ki mənə gəlmədin ha şey. Mən bunlara ordu göndərdim. Qardaş bax, torpaqlarımı ver, bitsin. Qurbanım sənə. Aldıq. Alamədlər. Buranı aldıq. 4000 ilə. Shit. 4000 ordu ilə şeyə gəlirlər. Biz buradan geri çəkilmə eləməliyik. Məcbur. Yaxşı, buradan 2000 bura. Buradakı ordularımızı təcə işlətməyin vaxtı gəldi və çat. Bax, sən kimsən bilmirəm. Sən ittifaq qura bilərəmmi? Qura bilmərəm. Səninlə qura bilərəmmi? Qura bilmərəm. Allahımə səlləm. Ordu qura bilmirəm. Buna da bas. 4000 ordunu göndər tasfiyəyə. Paytaxt gedir əldən. Deyən görüm. Paytaxt hara gedir hələ? Qur orduları. Aha, ordunu bastıq. Aha. Siz hara, mən hara, siz hara, mən hara. Sən bura. Sən buna gəl, amma ki və lakin deyirəm bunlarla barış anlaşması edeyim. Çünki mən bunların gələcəyini təxmin eləyə bilmədim. Hətta üstünə qaza gəldim, götürdüm şeyləri də işğal elədim. Döyüş açdım, işğal nədir? Döyüş açdım. Mən elə öz qıçımı gücdən qurtarmışam. Qalmışdı ki, bunlara nəsə eləyəm. Sən buna gəl. Sən də ki buradan çevrə elə. Aha. Oranı şey eləyə bilməsən. Mənim məqsədim odur ki, bu şeylər yoxdur. Adını siz deyin. Burayla əlaqəsini kəsim ki, buradan ordu göndərir axı. Eləməsin elə bir şey. Eləməsin də, eləməsin deyə bunlar gəlib çatdılar şeyə. Bunlar gəlib çatdılar paytaxta. Sizlər də tasvir eləyək tez ol buralara. Siz də bura, sən də bura. Sən də buradan hücuma, sən də buradan gəl dəstəyə. Buradan da ordu basımlarımızı eləyək. Çox çətin bir döyüşdür bu bizim üçün. Valla. Ağlımın ucundan belə keçməzdi belə bir şey olacağını, amma nə bilim, 500 yordu buradan. Buradan da gəldik. Buradan. Adını sizdir. Kəsimimizi elədik. Ta buradan istəsə belə ordu göndərə bilməz. Amma ki, Kiyevdən göndərə bilər. Kiyev ölkəsindən göndərə bilərlər. Aha, barış təklifini göndərdik. Qardaşlarım, bax, döyüş eləmək. Bilirsiniz də ki, belə dinimiz gərək günahdır da, elə deyil. İndi bir şey deyəcəm. Belə çox üzürlü sayın da. Mən sənə ordu göndərmişdim, elə bil. O ordular hani? Sən ordu göndərmişdim, elə bil. Bir yerdə qaldısa, yəni ona görə dedim, gəlib götürərdim ordularımı. Ana ordularım. Deyil ki, barışımızı, anlaşmamızı eləməyinə də. Necə? Barış təklifi mesajın sona. Qaqa, barış təklif istəmirsiniz? Da barışaq. Razıyam. Nə istəyirsiniz məndən? Bunlar da mənə doluyublar ha. Nə deyə, Allah haqq ya. Barış təklifi göndərilə qəbul eləm şey olmur. Bu Ecosların bir problemi deyə, onu biləm də. Belə də problemim yoxdur qardaş. Nəysə, Kiyevə göndər. 2000'liyi də bura. Biz yavaşdan buradan taarruza keçək. Siz bu tərəflərə gəlin. Siz də bu tərəflərə. Sən də bu tərəflərə gəl. Deməli, buradakı ordumuz şey oldu da, yox oldu da. Buraya göndər ordularımızı. Sən buraya gəl. Buradan da ordu bas. Sən də buraya gəl. Buradan da ordu bas. Yavaşdan ibrə tərsinə. Shit. Aha. Qaqa, bu ordularla gəlməyin də amma. Ay şeyləm. Mən neyiniyim indi? Mən götdüm qaza gəldim, götdüm 2 sənə də döyüş açdım. Bilsəm açmazdım ha. Valla. Neyse, gəl bura. Sözümüzdən ölmək var, dönmək yox. Əsas o da bunların adını səndə. Daha bilmirəm də bu Kievdən ordu göndərir yoxsa yox. Amma onu biləm ki, Krım xanlığının nəyi var sonu gəldi ha. Nəyi var? Qardaş bax, döyüş barışmaz səndə. Barışaq. Nə istəyirsən? Barışmaq istəyir, barışam, sonra da ki, yox istəmirəm. Dolub mənə barmağına ya.
Aldım. Ala bilmədik. Eyb yox. Aldıq. Все. Ayda çaşdım bir dənə də bastım. Çaşdım bir dənə də bastım da. Of. Belə bir söz necədir? Krisa adılar da bildiyində. Krisa. Yəni buradan təqviyələrimizi eləyək. 1700 orada qıyıya gəlir. Onda qardaş neyniyək? 500 bura. Buradakı da biraz taarruzu göndərək. Dehli barışdı bizdən. Şu mədəniyyətdə barış təklif. Qardaş nə istəyirsən? Nəyi istəyirsən? Pul verim, vasallaşdırma nəyimi istəyirsən? Nə verim mən sənə? Nəyim yoxdur? Vallahi bir şeyim yoxdur qurban sənə. Uydadam və barış təklif edir, qəbul edir, sonra dedi ki, eləmirəm. Doluyub məni. Sonra təzədən yenə göndərir. Haydi, baxaq inşallah. Sofiyanın qayıtı. Buradan aldıq. Bunu da aldıq. Bunu da aldıq. Bunu aldıq. Bunu alamayacaq. Aha, amma bu necə ala bilərik? Belə. Dost mədəniyyətlər. Biz səninlə dostluq da, eləmi? İttifaqlıq eləyə bilmirəm. Məncə bu dehliyin bir sözdən inəyəcəm. Ya bu istəmirəm. Abi 6000 ordu nə? Mən bir ordu basım biraz dostlar. Biraz ordu basım gələm. Buralara biraz ordu basaq. 11000 ordu nə? Sizdə burada ordularım var deməli, eləmi? Sizi məcbur göndərəcəm bu tərəflərə. Siz buradan. Sən də buradan gəl. Mən gərək dehliyə ordu göndərməzdim. Mən nə bilim bunlar bu qədər belə. Barışaq. Vallahi bezdim mən də. Qurban, barış. İnşallah təklifimizi qəbul eləyərlər. Amin. Özdə ordum da entribadi yerlərdən gedir. Bilmirəm hardan gedir. Vallahi qəribə yerlərdən gedirlər. Adam qalır belə bilmir hardan gedirlər. Ay sağ ol. Buradan. Biz yavaşdan buradan gələk. Buradan gəl. Min ordu buradan taarruz. Siz də buradan verir. Sən də buraya gəl. Burada vəziyyət necədir? 600 buradan get. Sən burada kimi qal amma. Sənə buradan min girməli. Buradan bir dənə yol açsaq ay Allah. Nə yaxşı olar bizim üçün. Nəysə əsas o da orduları geri püskürdürük. O belə cəhənnəm bəsdir bizim üçün. Aha, aldıq. Aldıq mı? Bunları aldıq. Alamadik. Amma panik. Don't panik. Deməli, hər yerə ordu göndərsəm mən bundan 3000 belə, 2000 belə, 2000 də belə, 2000 də belə. Sonra üstünə bir də buradan ordu bassam, bu mənə girişə bilər. Girişə bilər dedin, yəni nəsə eləyə bilərmi? Elə bilməz məncə. Düşmən müttəfiqlərini torpağımızdan rədd elədik. Barış təklifləri gələn rədd oldu. Yaxşı, mən sənə barış təklif göndərəm. Qəbul edirsənmi? Bax, görə eləyəcəkmi, eləməyəcəkmi? Bura getdi. Buranı aldıq amma. Buranı alamadik. Buranı aldıq. Mədəniyyətdəki üzdə bizdən, yəni türkün məsələ keçir də, yəni. Sinirləri takviyə şeylərimizi eləyək, ordularımızı göndərək. Sən buradan, sən bura 4000. GTA yavaşdan biz də buradan 3000-dən belə falan girişimizi eləyək. Biz də buradan geri çəkilək. Nəziblə düşdüm. Bir də bunu işğal eləyəcəm deyə Quran haqqı ya. Üstünə getdim, əsəbləşdim, getdim də döyüşləşdim. Oradakı ordularımız getdi. Şükür Allah, hay Allah. Elə bil mən ordumu biraz çox göndərmişdim axı. Yoxsa mənə elə gəlir. Amma biləm ki, Cənubi Amerikaya ordum indi çatır. Nəysə, get Cənubi Amerikadan da torpaqlarımızı 2000 belə get. 4000, 1000, 700 bura. Buradan da 400 bura, 900 bura, 1000 bura. 1000'i də göndər haraya? Buraya. 500'lüyü də buraya. Siz də buradan yavaş-yavaş başlayın taarruzlara. Buradan ordu gəlir. Bunu aldıq. 38.000 nə qardaşım, bağışla məni. Help, kömək elə mənə. Nə olar, xahiş eləm, gəl. Bax, gəl, barış anlaşmamızı eləyək. Yaxşı, bax, sənsən də. Bax, sənsən. Heç olmasa mənə buraları ver. Buraları ver. Anlayırsan? Heç olmasa bu hissələri, bax, buraları falan mənə ver. Sənə az da olsa cəhənnəm, bu qədər torpaq qalsın sənə. Razısanmı? Aha, razı oldu. Bundan döyüşümüz bitdi. Sən bəs yaxşı buradakı torpağımı aldın mı? Yox. Mən burada torpağım nə gəzir adama deyərlər də. Yenə də. 50 ildən çoxdur döyüşdəyik ha. O 15.000'lik bax, mənim elə 15. Mənim elə dehliyə göndərdim orada buralıqda deyə. Ay. Ancaq baxım görüm, bu da mənim torpağım var. Qəribə yerlərdə torpağım var ha, Quran haqqı deyirəm. Sizi şöyle şuraya alalım. Sən buradan. 4000'lik burada. Siz bura. Sizdəki gəlin bura. 4000 ilə bura. 1000 ilə bura. Siz 300'lərdə gəlin bura.
300'dən 500 gəlsin bura ordu. Siz burada çalışdığınız qədər ilə dirənin. Qardaşım bax, verdim getdi. Təklif elədim. Barış mənimlə bitsin bu iş. Şey, sen buraya gel, sen buna gel, sen öndeki paytaxta gel. Səncə bunlar içimdən bir səs onu deyir ki, yığacaqlar ordular gələcəklər üstümə, nesə mini ordularına. Cındırın balasına bax, cındırın balasına bax, Quran haqqı. Gənə rədd edir. Qardaş, onda nə təklif göndərirsən? Bug'dadır, milyon faiz bug'dadır ya. O Age of Story 2'də də olurdu bu şey. Milyon faiz bug'dadır. Mən bu ölkə yandırdı tökdü. Keçən bölüm almışdım ya buranı, Quran haqqı. Mən o ölkə yanında tökdü. Şey, mən bunları girdim tay. Şey, balıq şey. Gəlləmə yavaş yavaş. Gəlləmə. Gəl görünmə buraya. Bu 4000'liyi də göndər buradan. Biz buradan bir tarihe başladıq. Adını səndən yol kəsək. Eflaqa bax, Eflaq. Onsa biz Osmanlı imperiyasını qurmağımız üçün bizə şey mütləqdir də. Bax şey, necə deyim? Biz onsa Eflaqı, yəni hər tərəfli işğal eləməli. Eflaqdır, Ərdəldir, sonra Macardır, Sırbistandır, bunlardır. Bunları olsa almalıyam. Təkcə mənim planlarım bu deyildi. Mənim planlarım bu deyildi, amma olsun da, yəni eyb yox. Neysə, buradan gəlirlər də. Biz buradan aldık mı aldık. Buraya gönder. Buradan 2000 belə. 4000'deki gönder bura. Bizdeki burada böyle diyansaq qəşəng olur ya da deyirəm mini gönder bura. Bunlar buradan orduyla çıxartma edirlər deyəsən. Buradan da təkviyə güclərimiz gəlir. Aha. Qardaş bax, tam da bir söz nəyin yeridir? Tam da təslim olmağın yeridir. Təslim olun, siz də qurtulun, mən də qurtulun valla. Yəni öz günahınızdır. Şeyləməsə, erişim verməsəniz, düşmənim olan ölkə. Sizi bəlkə sonra işğal edəcəkdim. Yəni özünüz qaşındınız, özünüz qaşındınız. Valla. Bitmirlər ha. Bitmədiniz ha. Neyse, buradakı ordu güclə dayandı, onu bilirəm. Biz buradan, bu da ehtimala qarşı gəlsin burada. Siz də gəlin buralığa. Aha. Bu Eflaq nəsə mənə biraz şübhəli gəlir. Eflaq, yəni başqa yerdə torpağı var bunun. Səncə bunu da gəlib Amerika qitəsinin torpağı olmasın? Yox. Nə bilim valla. Nəysə, 7500 aldıq almağına. Da Eflaqın başqa harda torpağı vardı? Baxım sən məncə. Buradan. Bəlkə deyirəm buradan. Yoxdur valla. Yoxdursa mən bu Eflaqla bir dənə onda neyniyək? Döyüşümüzə eləyək də bu Eflaqla. Qalıbla, qalıb. Torpağı qalıb hardasa. Təkcə bilmirəm hardadır. Baxın buradadır bəlkə. Yox. Valla eyb yox. Şeylə imzalayaq barış anlaşmamızı. Eflaqla barış müzakirələrini imzalayaq. Səndən aldığım bütün torpaqları mənimdir. 93 yox ola vermiş. Onda qardaş 5'i ver buradan. Buradan açıl. Bütün torpaqlarını ala bilmirəm. Deyirəm biraz gözləyim. Özümə şey eləsin. Yoxsa necə? Biraz gözləməkdən ziyan gələrmi? Barışaq, monsa bunları təzdən işğal eləyərəm. Barışaq. Barışmadılar. Qardaş, onda bunların hardasa bir şeyləri var. Anlayırsan? Ya mənimlə böyük ordu ilə gələcəklər, ya böyük ordu ilə gələcəklər. Ya da ki, bilmirəm valla, ya da ki də bilmirəm nədir. Ya da ki dedim də bilmirəm yəni, ya da ki nə. Amma qardaş belə yəni valla iş açamadım. Ağlımda başqa planlar var idi da, amma yaxşı açamsa Krımla barışaq. Krım. Bax Krımcım. Bunları versən mənə. Nə sən girişsən mənə, nə də mən sən girişirəm. Razı? Aha, Krım barışdıq deyəsən. Bax, 3000 ordu ilə gedirəm Dəhliyəyə. Aha, Krımla barışdıq. Bir dəqiqə deyən görüm. Krımla olsa mən bu hissəni almayacaqdım. Aldım. Siz də gəlin birləşək. Siz də birləşdirin belə, tam bir ordu eləyim. Allahümə məsəlləm. Dəhli gənə mənə barış təklif göndər. Dəhli barışdım da. Aha. Dehli də barışdı. Askeri erişim Boğdan prensi. Askeri erişim heç kimə vermirəm. Verdim ya da gələ. Bu şey hardadır? Mənə heç çatmadı Qurana. Valla mənə heç çatmadı. Hardadır görəsən bu Eflaq? Torpaq baxımından işğal elədi. Bütün torpaqlarını işğal elədim. Amma hələ də göstərir ki, bir yerlərdə bu Şabalıdın torpaqları var. Amma harda? Yəni harda? Gözlərinə gələk. Harada torpağın var sənin? Bəlkə bunlar, bu da Amerikaya, bu mənimdir. Eflaq istəyirəm mən. Eflaq. Hələ Eflaq hanı? Brat, Eflaqın nə qədər torpağı var? Bax, hələ Eflaqın yarısına biraz hissəsini almışam. Mən neçə mini ordu, bu mənə gələr ha, nə qədər orduyla. Valla gözləyək də görək nə olar. Siz də o vaxta kimi kanala abunə olun, videoda bəyənin və kommentlərdə isə şərh bildirməyi unutmayasınız. Mən hələ ona təklif göndərdim, təklifi qəbul eləmədi, yəni düşün də yəni. Dedim axı sənə dedim axı.
Hardan gətirir orduları? Bir dəqiqə, 800 gəlir. Afrikaya baxdım ki mən, geç. Yo, Siciliya, Pizan. Bu milyon faiz Afrikalarda bir yerlərdədir. Dayan, tapacağam mən bunu. Dayan. Hafizlər, Siciliya, Pizan. Tapacağam. Kongo, barış təklifləri. Nə idi? Barış təklifləri budur göndərsən mənə. Yox, mən razı deyiləm. Mənim niyə ordum burada ölkəm buradan ayrılsın? Geri çevir birincisi. Birincisi qardaş, geri çevir. Bu bir. Haradasan ala səni? Yaxşı, rəngin biraz... Yox, rəngin dəyişmədi yəni. Yaxşı da qardaş, buradasan da elə deyil. Haradasan da bax, haradasan. Hani bu? Bunun məncə orada torpağı falan yoxdur. Bunun məncə dənizdə biraz qüvvət var. O qüvvətini də ki bilmirəm necə qırxacam. 6000 ordunu göndər dənizə. 6000 ordunu göndər dənizə. Sən də gəl bura. Osmanlıca böyük güc sayılır. Eflaq, barış müzakirələri. Bax, Allahıma yarab. Bunun hardasa torpağı var. Amma harda mən bunu hələ ki tapa bilmədim. Gəl bax. Çox yorma. Sən işimə, mən işimə. Aha. Deməli sən torpaqların hani? Yox vallahi. Nəysə, Eflaqla da döyüşümüzü başa çatdırdıq. Yorucu bir şey oldu. Yorucu bir bölüm oldu. Biraz da yəni adamın başını qarışdıran bir bölüm oldu. Amma əsas odur barışımızı, müzakirələrimizi elədik. Təkcə mənim maraqlı ki, bu Eflaqın ordusu hardan gəlir? Onun bütün torpaqlarını işğal etməyimə baxmayaraq, onun hələ də torpağı var idi. Hardan? Buralardan mı? Yox. Nəysə dostlar, videomuzda bu qədər olsun. Sonraki bölümlərdə görüşmək üzrə. Özünüzə yaxşı baxın. Allah'a emanet. Sağ olun, salamat qalın.